Aycan, qayçı, sən gəl. Salamlar, 3 uşaqlı ananın bir günü vloguna xoş gəlmisiniz. Instagramda, YouTube'da paylaşımlar etsəm də bu aralar özümü heç yaxşı hiss etmirəm. Sinif yoldaşımın yoldaşı vəfat edib, yaban birinin rəhmətə getməsi insana istər-istəməz pis təsir edir. Bugün həm Temu bağlaması açacağıq, həm bəyəndiyiniz testlərdən edəcəyik, həm də maraqlı bir söhbət haqqında danışarıq. Gəlin ilk olaraq Temu bağlamamızı açmaqdan başlayaq. Yadınıza gəlirsə sizə demişdim ki, telefonum üçün qoruyucunu artıq buradan alıram. Həqiqətən bu məhsullar çox sərfəlidir. 5 ədədinə cəmi 10 manat pul vermişəm. Arada hər birinin artikulunu sizin üçün yazacağam. Həmçinin Instagramda da alıb razı qaldığım bütün məhsulları sizinlə paylaşıram. Sonra keçid edib linklər bölməsinə baxa bilərsiniz. Hər zaman aldıqda bir ədəd kabro alıram. Bu mənə kifayət edir. Bu dəfə isə 2 ədəd aldım. Bu gördüyünüz kabro maqnitlidir. Telefonu maqnitə yapışdırmaq üçün almışam. Bu isə aldığım zərli kabrodur. Əldə və işıqda o qədər də çox görsənmir. Bunların hər birini telefona taxacağam, onda görəcəksiniz. Bunlar isə telefonu rahat şəkildə asmaq üçün olan iplərdir. Bu dəstin içində həm qısa, həm də uzun ip var. Bunu görəndə çox bəyəndim. Çünki harasa gedəndə telefonu çantaya qoy, yenidən çıxart, zülm olur. Bir də belə bir burun aspiratoru aldım. Bu məhsulu çox tərifləyirdilər. Həqiqətən də çox gözəl məhsuldur. Sadəcə çox möhkəm istifadə etdikdə içindəki rezin yerindən oynaya bilir. Ona görə ehtiyatlı davranmaq lazımdır. 2 həftədən çoxdur ki, bu telefonla bağlı olan məhsulların gəlməyini gözləyirdim. Yəqin ki, bilirsiniz, iPhone-un son çıxardığı model telefona cızıq tez düşür. Mən telefonlarımı illərlə istifadə etsəm də, lakin əlimdən tez-tez düşür. Ona görə gözlədim ki, üzlüklər gəlsin, sonra istifadə etməyə başlayayım. Burada qoruyucunun üzərindən çıxan bu yapışqandan istifadə elədim. Bunların doğru istifadə etmə qaydasını bilmirəm. Amma yadıma gəlir ki, telefona kabro salanlar belə edirdilər. Bu üzlüyü necə salmaq lazımdır, onun da videosuna baxdım. Taxanda biraz çətinlik çəkdim, çünki əlimin altından sürüşürdü. Amma nəticə yaxşı alındı. İndi maqnitli kabronu salacağam və sizə göstərəcəyəm. Bu kabronun üzərində nazik plonka var. Ləkə kimi görsənə bilər, amma gələcəkdə istifadə edəndə inşallah çıxardacağam. İndidən çıxartmıram ki, ləkələnməsin. Bu isə hal-hazırda istifadə etdiyim kabrodur. Normalda mən çox zərli şeyləri sevmirəm. Amma bu kabronu aldıqda düşünürdüm ki, çox gözəl olacaq. Çünki telefon tünd göy, bu zərlərlə birlikdə ulduzlu gecə effekti verəcək. Həqiqətən də düşündüyüm kimi oldu. Bu da qaranlıqda görüntüsü. Gəlin sizə iplərin də istifadə qaydasını göstərim. 2 ədəd belə bir qara başlıq var. Onları kabronun içərisindən keçirirsiniz. Sonra isə telefonu. İplərin də qolbaq zənciri var. Onları da həmin yerə bərkedirsiniz. Və gördüyünüz kimi belə qalır. Qısa olanı belə qolunuza taxa bilərsiniz. Uzun olanı da boynunuzdan asa bilərsiniz. İndi isə gəlin keçək şəxsiyyət testinə. Sizə suallar verəcəyəm. Hər zamanki kimi siz də o sualları cavablayacaqsınız. Və gün sonunda sizə həmin nəticələri deyəcəyəm. Sualların cavabını sırayla yazın ki, mən sizə nəticəni dəqiq deyə bilim. Birinci sual. Təsəvvür edin ki, geniş bir meşədə tək gəzirsiniz. Qarşınıza 3 yol çıxır. Hansını seçərsiniz? A bəndi. Günəş işığı düşən sakit və geniş yol. B bəndi. Dar amma cığır şəklində olan, kənarlarında çiçəklər olan yol. C bəndi. Qaranlıq, sıx ağacların olduğu sirli bir yol. İkinci sual. Bu yolla gedərkən qarşına bir heyvan çıxır. Hansı heyvandır? Səni qorxutmayan, instinktiv olaraq ağlına gələn ilk heyvan. Üçüncü sual. Yolun sonunda bir ev görürsən. Ev hansı formadadır? A bəndi. Böyük və isti görünən ev. B bəndi. Kiçik, sadə, rahat ev.
C bəndi qəribə formaları olan mistik və qeyri-adi ev. Dördüncü sual. Evə yaxınlaşanda qapı bağlıdır. Qapını necə açırsan? A bəndi. Qapını döyürəm. B bəndi. Özüm açıb içəri girirəm. C bəndi. Pəncərədən baxıram. D bəndi. Qapını heç açmıram. Beş. Evə daxil olanda bir otaqda masa görürsən. Masanın üstündə bir əşya var. Hansıdır? A. Kitab. B. Şam. C. Güzgü. D. Açarsız sandıq. E. Su dolu qab. Altıncı sual. Evin içindən çıxanda qarşında bir çiçək peyda olur. Çiçəyin vəziyyəti necədir? A. Açmış rəngli və canlı çiçək. B. Solmuş cansız çiçək. C. Tək bir qönçə. D. Dəstə şəklində çoxlu çiçək. Yeddinci sual. Birdən arxanda bir insanın olduğunu hiss eləyirsən. Bu insan kimdir? A. Tanıdığın biri. B. Tanımadığın biri. C. Üzünü görə bilmirsən. D. Özünün uşaq versiyası. Və 8-ci sonuncu sual. Sonda çaya çatırsan. Çay keçmək üçün nə edirsən? A. Suya girib keçirsən. B. Körpü tapıb keçirsən. C. Su çox dərin olduğu üçün geri qayıdırsan. D. Çayın kənarında oturub gözləyirsən. Suallara verdiyiniz cavabları mütləq yazın. Hər birinizin nəticəsini qeyd edəcəyəm. Gəlin bugün maraqlı bir mövzuya toxunaq. Hansı ki, bəzən insan həftələrlə, aylarla, illərlə bu dövrdə yaşayır. Elə vaxtlar olur ki, insanın heç nəyə enerjisi olmur, motivasiyası olmur. Bəzən yatağından belə çıxmaq istəmir. Bugün həmin dövrdən necə çıxa bilərik, mənfi dövrü necə dayandıra bilərik, daha güclü şəkildə geri qayıda bilərik, o haqda danışaq. Əgər hal-hazırda bir mənfi dövrdəsinizsə, o dövr bugün bitir. Əvvəlcə bu durğunluğa niyə düşdüyünüzü başa düşməlisiniz. Bunun üçün çox fərqli səbəblər ola bilər. Bəlkə hal-hazırda sevmədiyiniz bir işdəsiz. Bəlkə arzu etdiyiniz işi itirmisiniz. Ya da dəhşətli bir ayrılıq yaşadınız. Ya da çox çalışdığınız üçün yoruldunuz. Və bütün gün serial izləmək və heç nə etməmək istədiniz. Həyatın bəzi anları sanki dünyanı sizin əleyhinizə çevirmiş kimi görünür. Və ardıca bir sıra uğursuz hadisələr baş verir. Və pis hadisələr davamlı olduqca insanı durğunluğa gətirir. Amma səbəb nə olursa olsun, əsas olan bunu müəyyən eləməkdir. Çünki bu durğunluqdan çıxmaq üçün aktiv şəkildə hərəkət etməyə kömək eləyir. Özünüz qərar verməlisiniz ki, nəzarəti ələ alıb həll yolu tapmaq istəyirsiniz. Əlbəttə, bu asan görünmür, amma durğunluq təcrübəsi olan biri bunu başa düşür. Bunun içində olarkən çox asanlıqla bütün hər şeyi buraxıb daha da dərin bir depressiyaya düşürsünüz. Amma sizə deyim ki, durğunluqdan çıxmaq üçün hiss edəcəyiniz narahatlıq, durğunluğu uzatdığınız zaman hiss edəcəyiniz əzabdan qat-qat azdır. Özünüzü cavabdeh tutun. Nəyi idarə edə biləcəyinizi yazın. Məsələn, mən hal-hazırda durğunluqdayam. Çünki arzu etdiyim işdən rədd cavabı aldım. Çox bəyəndiyim biri birdən-birə mənə rədd cavabı verdi. Dostum yoxdur. Və maliyyə ilə bağlı çox stressliyəm. Əgər şikayət etmək əvəzinə bu problemlərin həllinə enerji sərf etsəniz, durğunluqdan daha tez çıxarsınız. Problemlərinizi hər zaman idarə edin. Onların sizi idarə etməsinə icazə verməyin. Xarici şəraitin dəyişməsini gözləməyin. Əvvəlcə özünüzü dəyişməlisiniz. Məsələn, biri dostundan və yaxud da sevgilisindən ayrılır. Bu onun üçün kədərli görsənə bilər, amma lazımsız və toksik olan bir dostluğu itirmək daha yaxşıdır, nəinki özünü itirməkdən. Maliyyə məsələlərində də çətinlik çəkən biri maliyyə savadını öyrənməli, necə qənaət edəcəyini və investisiya edəcəyini öyrənməlidir. Xarici təsirlər həyatınızda sizi yavaşladanda özünüzü dəyişdirməyi seçin. Kiçik sahələrdə belə nəzarəti ələ almaq böyük fərq yaradır.
Bunun üçün səhər, gecə rutini, həftəlik, aylıq, gündəlik cədvəli olsa yaxşı olar. Mənfi düşüncələrinizi dəyişdirin. Həyat mənə ədalətsizdir. Cümlənin əvəzinə həyat mənə layiq olduğum şeyi verəcək və mən özümü istədiyim insan edə bilərəm deyin. Özünüzü durğunluğa sürükləyən əlamətləri müəyyən edin. Məsələn, qarışıq və nizamsız bir qardırob, getmədiyin idman məşqləri, az yeyib çox yatmaq, səhər saat qurub o saatı hər dəfə ertələmək. Bu əlamətləri görən kimi bir addım geri çəkilib özünüzə qulluq edin. Sevdiyiniz filmi izləyin, kitab oxuyun, spa günü keçirin, sevdiyiniz yeməyi yeyin, dostlarla əylənin. Özünüzə qayğı göstərmək həm ruhən, həm də bədənən sizə yaxşı gələcək. Durğunluq içində özünüzə qarşı sərt olmayın. Mən tənbələm, mən bacarmıram kimi mənfi düşüncələri atın. Bu dövr bəzən güclənmək üçün lazım olan bir fasilədir. Hər bir durğunluqdan sonra gələn dönüş gözlədiyinizdən daha böyük olur. Peşəkar idmançılar və məşhurlar da uğur qazanmazdan əvvəl ən pis dövrlərini yaşayırlar. Sen ne dedin? Yavaş yavaş gitsin. Yok. Sorry, I drove fast. Yok. Mommy is late. This is why, Joseph. Durğunluqda olduğunuz ən aşağı nöqtədə belə uğurunuz bir addım irəlidədir. Özünüzü motivasiya etmək üçün mənfi dövrlərdə keçdiyiniz zaman özünüzə çətin suallar verin. Həyatımın qalanını sadəcə hərəkətsiz keçirmək istəyirəmmi? Rahatlıqdan və durğunluqdan çıxmaq üçün narahatlıq çəkməyə dəyər. Çünki bunun nəticəsində tam potensialınızı ortaya çıxara bilərsiniz. Durğunluq insanın həyatına yavaş-yavaş gəlir. Elə bil qapını döymür. Sadəcə evin içindəki işıqları bir-bir söndürür. Bu arada gəldim Şuvalana. Ayaz nənəmin yanında qalsın. Parka aparacağım seni, Joseph. Ayazı vereyim anneye. Sonra gidip parka. Yaxşı. Yaxşı. Ayaz düşürsən təkrar. Mən də sinif yoldaşlarımla görüşüb gedəcəyəm başsağlığına. Bir ildən də çoxdur ki, görüşmürdük. Qismət bugünəymiş. Kəş ki, gözəl bir gündə, adi bir gündə görüşərdik. Qızlar da vloqlarımı izləyirlər. Hətta dedilər ki, gəl burada da bizi çək, yadda qalsın. Hüzür yeri olduğu üçün video çəkmədim. Qismət olar bir gün adi gündə də görüşərik. Sizi sinif yoldaşlarımla da tanış edərəm. Bir xeyli oturub dərdləşdik. Köhnə günlərimizi, məktəb vaxtlarımızı yadımıza saldıq. Şuvalanda gedərkən yollar mənə o qədər doğma gəlir ki, tam 24 ilim burada keçib. Mən qızlarla oturarkən Duyğu da atası ilə Şuvalan parkda əylənirdi. Nəysə, qayıdım mövzumuza. Durğunluq dövründə əvvəl həvəsin azalır, sonra sabah edərəmlər çoxalır. Sonra bir gün baxırsan ki, artıq öz həyatının içində tamaşaçı kimi oturmusan. Məsələn, səhər oyanırsan, telefon əlindən düşmür və birdən saatlar keçir gedir. Elə bil beynin donur. Halbuki görüləsi işlər də var. Amma məsələ işdə deyil. Məsələ ondadır ki, insan özünə niyə qalxmalıyam sualına cavab verə bilmir. Bunlar şərlərdir. Evə bara. Yox, burada oynayaq. Evdə səni alaram, gözəlim. Enerjisizlik çox vaxt tənbəllik deyil, mənasızlıqdır. Bir də var elə durğunluq ki, kənardan baxan heç nə başa düşmür. Hamı deyir, axı hər şeyin var, niyə belə hiss eləyirsən? Bu cümlə adamı daha da susturur. Çünki sən özün də başa sala bilmirsən, içində bir ağırlıq var, amma adı yoxdur. Gülürsən, danışırsan, amma içində sanki daimi bir yorğunluq rejimi açıq qalır. İnsan özünə belə deyir. Günlər keçir, amma mən o günlərin içində yoxam. Uşaqlarla, insanlarla, həyatda, hər yerdə varam, amma özümlə yoxam. Və ən təhlükəli yer də elə buradır. Çünki insan özündən uzaq düşəndə heç nə kömək eləmir. İnsan o vaxt anlayır ki, durğunluq bəzən həyatın çox ağır olmasından yox, insanın özünü çox tək daşımağından yaranır. Hər şeyi içində həll etməyə çalışırsan, güclü görünmək, dözmək, keçər demək, amma keçməyən şeylər yığılır. İnsan sonra bir gün deyir, mən belə davam edə bilmərəm.
Nə edəcəyini bilmirsən, amma bu cümlə sənə bir qapı açır. Sonra xırda şeylər gəlir, çox xırda. Məsələn, səhər pəncərəni açmaq, özünə çay süzmək, ona ayaq üstə yox, oturub içmək. Bir gün telefonunda bütün bildirişləri bağlamaq və sükutun necə ağır, amma eyni zamanda da necə rahat olduğunu hiss etmək. Sonra özünü müşahidə etməyə başlamaq. İnsana durğunluq gələndə bədən öncədən xəbər verir. Çiyinlər düşür, ev qarışır, yemək vaxtı qarışır. İnsan özünə qulluq etməyə ertələyir. Bunları indi görürsən, fərqində olursan. Əvvəllər sadəcə insan yenə halım yoxdur deyib keçir. Sonra özünə bir qayda qoyursan. Özümü cəzalandırmayacağam. Nə qədər qəribə səsləndirsə də, çoxumuz durğunluqda özümüzü döyürük. Hamı bacarır, sən niyə bacarmırsan? Bu sual kömək eləmir. Əksinə, insanı daha da batırır. Və sən çətindən keçmisən, bu da normaldır. Bu cümlə sehirli deyil, amma insanı yerində saxlayır, dağıtmır. Bu mövzuda da bir şeyi dürüst demək istəyirəm. Durğunluqdan çıxmaq xətti proses deyil. Bəzən 2 addım irəli gedirsən, 1 addım geri düşürsən. Və bu uğursuzluq deyil, bu insan olmaqdır. Əgər indi bu videoya baxırsansa və özünü itmiş hiss edirsənsə, mən sənə hər şey yaxşı olacaq deməyəcəyəm. Amma bunu deyə bilərəm ki, sən hiss etdiklərinlə tək deyilsən və bu hal səni zəif etmir. Sadəcə sənə nəyinsə dəyişməli olduğunu göstərir. Bəlkə bugün böyük qərarlar verməyəcəksən. Bəlkə bugün sadəcə özünə qarşı biraz daha yumşaq olacaqsan. Bu da bir başlanğıcdır. Let's keep it for the pizza. Mən hələ də öyrənirəm, hələ də bəzən durğunluğa düşürəm, amma artıq orada özümü itirmirəm. Çünki bilirəm ki, bu hal keçicidir. Və əgər buraya qədər dinləmisənsə, bəlkə də səninlə eyni yerdəyik. O zaman bil ki, yol yavaş da olsa davam edir, sadəcə dayanma. Mən artıq durğunluqdan qaçmağa çalışmıram. Əvvəllər edirdim. Özümü daim nə eləsə məşğul edirdim. Amma durğunluq elə bir şeydir ki, onu görməmizlikdən gəlsən daha da böyüyür. İndi fərqli davranıram. İndi özümə sual verirəm. Bu hal mənə nə demək istəyir? Bəzən cavab çox sadə olur. Yorulmuşam. Bəzən isə çətin. Bir şeydən narazıyam. Mən bir şey başa düşdüm. İnsan ən çox öz həqiqətindən qaçanda durğunluğa düşür. Hamını razı salmağa çalışanda, belə olmalıyam dediyimiz rolları oynayanda, İçimizdəki səsi susturanda, bədən və zehin bir yerdə deyir ki, biz belə davam edə bilmərik. Gedək gözəlim. Niyə getmirsən? Ona görə indi mən özümə icazə verirəm ki, hər şeyi bilməyim. İcazə verirəm ki, qarışıq olum. İcazə verirəm ki, qərarsız olum. Çünki bu mərhələlər olmadan aydınlıq gəlmir. Bu arada sizdən bir xahişim var. Əgər vlogumu bura qədər izləmisinizsə, kanalıma abunə olmağı unutmayın. Sizin dəstəyiniz mənim üçün çox önəmlidir. Videomu bəyənib şərh yazsanız çox sevinərəm. Sizə maraqlı mövzular hazırlamağa davam edirəm. Mənə bu yolda dəstək olsanız çox şad olaram. Mövzumuza davam edək. Durğunluq dövrü gəldikdə mən öz tempimlə getməyi seçirəm. Yavaş, amma mənim olan. Bu mövzunu paylaşmaq qərarına gələndə özümə bir sual verdim. Mən bunu niyə paylaşıram? Cavab sadədir. Kimsə bir yerdə özünü tək hiss edirsə və bu sözlər, cümlələr ona biraz nəfəs aldırırsa, bu kifayətdir. Can I kiss your hand? I love you. Kim aldı sənə onu? Tina xala aldı. Sənindir. Onlar kimdir? Hə, aferin sənə. Mən xilaskar olmaq istəmirəm. Sadəcə dürüst olmaq istəyirəm. Əgər sən də indi həyatının elə bir yerindəsənsə,
özünü dayanmış kimi hiss edirsənsə, bunu özünü incitmək, qınamaq üçün yox, mesaj kimi qəbul et. Bəlkə də həyat səni cəzalandırmır. Bəlkə səni başqa bir istiqamətə çağırır. Mən də sənin kimi bu yolun içindəyəm. Cavablarımın hamısı yoxdur. Amma bir şey dəqiq bilirəm ki, durğunluq gəlsə onun içində itməyəcəyəm. Və bu vlogu burada bitirərkən sənə bir şey demək istəyirəm. Əgər bugün səhər oyana bildinsə, sadəcə yaşaya bildinsə, bu artıq uğurdur. Hər gün qalib olmaq məcburiyyətində deyilik. Bəzən sadəcə davam etmək kifayətdir. Əzizlərim, sona qədər dinlədiyiniz üçün hər birinizə təşəkkür edirəm. Hamınızı çox sevirəm. Özünüzdən müğayət olun. Növbəti vloqlarımda görüşənədək. Sən də yeyirsən. You are not hungry. Hələ açmamısan. Hani gedirsən? Where are you going? Sağ ol, mən getdim. Bye. Where are you going? Hə, yaxşı. Can I hug you? Can I kiss you? Ben. Karıştırdım. Çok sağ ol. Thank you very much. Güzel, thank you. Mən səni çox istəyirəm, ürək. I love you so much.